Salam uşaqlar, növbəti RFM testimizin izahlarına baxaq. Deməli, birinci sualda ailədə 4 uşaq var. Onlardan hər dəfə biri kənarda qalmaqla üçünün yaşları cəmi verilib bizə. Böyük uşağın yaşını müəyyən edin. Burada deməli, uşaqları hərəsini bir hərflə işarəliyim. Tənlik quracağıq. Birinə A deyirəm, birinə B, biri C, biri də D olsun məsələn. Hər dəfə biri kənarda qalacaq. Məsələn, A-nı kənarda qoyanda B üstə gəl, C üstə gəl, D. Burada hərflər uşaqların yaşlarını göstərir əlbəttə ki. Yaşları cəmi birincidə 30 verib. Sonra B-ni kənarda qoyanda A üstə gəl, C üstə gəl, D bərabərdir. Deməli, oldu 32. Sonra C-ni kənarda qoyanda A üstə gəl, B üstə gəl, D bərabərdir 35. D-ni kənarda qoyanda A üstə gəl, B üstə gəl, C bərabərdir 38. Sistemi alıb bunu tərəf-tərəfə toplayacağım. 3 dənə A, 3 dənə C, 3 dənə B, 3 dənə D var hər tərəfdə görürsünüz. Yazıram 3A üstə gəl, 3B üstə gəl, 3C üstə gəl, 3D bərabərdir. Sol tərəf topladığıma görə sağ tərəfi də toplayıram bunları. Rəqəmləri toplasaz 135 edəcək. Və hər tərəfi 3-ə bölürəmsə, yəni burada hamısının qabağında 3 var. 3-ə bölürəm, A üstə gəl, B üstə gəl, C üstə gəl, D bərabərdir. 135-i də 3-ə böləcəyik, eləyəcək 45. İndi fikir versəz, B üstə gəl, C üstə gəl, D, yəni buradakı 30-dur. Buradan mən 45-dən 30-u çıxsam, A olacaq 15. A, C, D-nin cəmi 32-dir. A, C, D-nin cəmi 32-dir. Yəni 45-dən 32-ni çıxanda B-ni tapacağam. Eləyəcək 13. Eyni qayda ilə C-ni tapacağam. ABD-nin cəminə 35 qoysaq, deməli C-ni tapacağıq 10. Ən axırıncıda da 45-dən 38-i çıxsaq, burada D yoxdur. Eləyəcək 7. D. D-nin qiyməti 7. Burada ən böyük deməli uşağın yaşını soruşur. Əlbəttə ki, doğru cavab 15-dir. B variantı. İkinci sualda bərabərsizlikdir. 2 çıx 4x yazıram. Hər iki tərəfi 3-ə vururam. 3-ü 6-ya vurdum 18. Ortadakını da 3-ə vurduq. 3-lər ixtisar gedir. Mənfi 2-ni də 3-ə vururuq. Olur 6. Mənfi 6. İndi hər tərəfdən 2-ni çıxsaq, olur mənfi 4x. Burada 16. Burada mənfi 8. Hər tərəfi mənfi 4-ə böləndə işarələrin üzü çevrilir. 2 qat bərabərsizliyin hər tərəfinə eyni bir mənfi ədədə böləndə işarələr çevrilir. Mənfi 8-i mənfi 4-ə böldün 2. 16-ı mənfi 4-ə böldün mənfi 4. Bunu indi düzgün, yəni sağdan yazsaq, mənfi 4-ü buraya yazıram, 2-ni buraya yazıram. Mənfi 4 ilə 2-nin arasında hansı ədədlər var? Mənfi 3, mənfi 2, mənfi 1, 0 və 1. Bunların cəmini istəyir. Mənfi 1, müsbət 1 islah olur. Mənfi 3, mənfi 2, 0-ın da cəmi mənfi 5. Ölçüləri 3, 6, 8 olan düzbucaqlı prizmalar kub əmələ gətirəcəkdir. Deməli, ən az neçə prizma lazımdır? Biz deməli, elə bir ölçü axtarırıq ki, kubun yəni tərəfi, bütün tərəflər bir-birinə bərabərdir də. O elə bir ədəddir ki, həm 3-ə bölünür, həm 6-ya bölünür, həm 8-ə bölünür. Bu riyazi olaraq əkobdur. 3, 6, 8-in əkobunu hesablasaz olacaq 24. Kubun tərəfi 24-dür, hər tərəfi 24-dür. Yəni bu 3-dən neçə dənə üst-üstə qoysaq, 3 olan tərəfdən neçə dənə üst-üstə qoysaq 24 eləyəcək. 24-ü bölürəm 3-ə, olur 8. 24-ü bölürəm, digər tərəfi hesablayıram 6-ya, olur 4. Bir də 24-ü bölürəm 8-ə, oldu 3. Və bunların sonda hasilini tapacağım. Ən az neçə prizma lazımdır? 8 vurulsun 4 vurulsun 3 bərabərdir 96 dənə lazımdır. 24 ədədini hansına bölsək nəticə 24-dən böyük alınar. Burada fikir versəz, elə variantlara baxsaq, A-da düzgün olmayan kəsirdir, B-də də, C-də də. D variantını yoxlayayım. 24-ü bölürəm 10-da 9-a. Bu da eləyir 24 vurulsun 9-da 10. 3-ə ixtisar getsə 8, burada da 3. Olur 80 bölünsün 3. 80-i də 3-ə böləndə 26,3 eləyir. 24-dən böyükdür. Yəni doğru cavab ilə D variantıdır.
Burada 5-ci sualda C mənfi ədəddir. Fikir versəz yazılıb 5C bərabərdir 8B'yə. Bu nə vaxt doğru ola bilər? 5 vur 8, 8 vurulsun 5. Ortada bərabərlik var. İndi C-ni mənfi 8 götürəcəm. Şərtdə mənfidir. 5-i mənfi 8-ə vuranda mənfi 40 eləyir. Onda 8-i mənfi 5-ə vurmalıyam ki, mənfi 40 eləsin. Digər bərabərliyi yazıram. 0,3A bərabərdir. B-nin qiyməti burada da mənfi 5-dir. 2-ni mənfi 5-ə vurdum, mənfi 10. Buradan da A bərabərdir. Mənfi 10-u bölürük 0,3-ə. Yuxarı bir dənə 0 atıb verginin üstünə xətt çəkəndə mənfi 3-də 100 eləyir. Bu da mənfi 33,1. İndi fikir versək, A neçədir? Mənfi 33,1. B mənfi 5-dir. C mənfi 8-dir. Mənfi ədədlərin modulu kiçik olan daha böyükdür. Burada ən böyük hansıdır? B ən böyükdür. Sonra C, sonra A. Və ya bunun tərsinə düzürəm. A, C, B yazsam, işarələrin üzünü digər tərəfə göstərəcəm. Doğru cavab D variantı. AB bir iki rəqəmli ədəddir, N natural ədəddir. Bu şərti yazıram burada. AB ədədi üstəgəl 2 bərabərdir. Mötərizəni vurub açacam. 9N üstəgəl 2-ni vuranda 4N çıxılsın 6 bərabərliyinə görə ən böyük iki rəqəmli ədədi axtarıram. Bu şərti ödəyəm. Bir dənə bunu sadələşdirək. 9 üstünə 4 gələndə 13N çıxılsın 8. Burada iki rəqəmli ədəddir AB. Yəni N-ə elə bir qiymət verib 8-i çıxacam ki, iki rəqəmli ədədlərin ən böyüyü alınsın. Məsələn, 9-u versək, eləyir burada 117 çıxılsın 8. 117-dən 8 çıxanda eləyir 109. Bu olmur. 3 rəqəmlidir. Bizim ədədimiz 2 rəqəmlidir. 13 verəndə çox alınır. 9 verəndə, N-ə 9 verəndə çox alınırsa 8 yoxlayıram indi. 13-ü 8-ə vuranda 104 çıxılsın 8. 104-dən 8-ə çıxıram 96. Bəli, ən böyüyü deməli AB 2 rəqəmli ədədinin bu şərtə görə ən böyüyü 96-dır. Və bunun rəqəmlərinin hasilini istəyir bizdən. 9 ilə 6-nın hasili eləyir 54. Aşağıdakılarda hansı N-in kvadratı şəklində yazıla bilər? Burada doğru cavab elə birbaşa C variantıdır. Çünki C variantında 5/4'ü yazıram 5/2, 6-nı da 7/3 yazıb mötərizənin üstündə kvadrat, yəni N-in kvadratı şəklində göstərə bilərəm. A-da olmur çünki 3 var üstündə tək ədəd olanda mümkün deyil. Burada da hamısında tək ədəd var. Doğru cavab C variantıdır. Deməli, bir üçbucaq verilib bizə. Tərəflərinin biri 16-dır. İkinci 6 sm qısa, yəni 10. Üçüncüyə də x. Ortada x-i yazsaq, burada üçbucaq bərabərsizliyidir. Bu ixtiyari üçbucaq üçün 16 çıx 10, 16 üstəgəl 10. Ortada x-i yazsam, burada 26, burada da 6. İndi perimetrin ala biləcəyi ən kiçik deyirsə, buradan x-a ən kiçik ədəd götürməliyəm. 6 ilə 26-nın arasındakı ən kiçik ədəd 7-dir. Ən böyüyünü istəsəydi perimetrin, yəni 25 qoyacaqdım. 26-dan kiçik, ən böyük 25 qoyacaqdım. X 7-dirsə, perimetrimdə olacaq 16 üstəgəl 10, 26 da 7 oldu 33. Perimetr tərəflərin cəmi deməkdir. 3 tərəfi topladım. 9-cu sual. Burada 1 bölünsün 2-də 1 vur 2 deməkdir. Tərsinə vurub üstünə də 2-ni gəlirsən, eləyir bura 4. İndi tənliyi yazıram. 1 üstəgəl 1 böl x. Aşağıda 1 çıx 1 böl x bərabərdir 4. Altında da 1 yazıb çarpaz vurub açacağım bunu. Birinci 4 olan tərəfi vursam 4 çıxılsın. 4-ü 1-ə vurdum. 4-ü indi 1 böl x-a vururam. Bərabərdir. 1-i vurub açanda burada bir dəyişiklik olmur. X-ları bir tərəfə yığıram. Yəni 1 böl x üstəgəl 4 böl x olur. Digər tərəfə keçəndə toplama olur. 4-dən də 1-i çıxıram. 1-i atdıq digər tərəfə. Məxrəc x-dır. Burada 5 bərabərdir 3-ə. Buradan da x bərabərdir 5 bölünsün 3-ə. Doğru cavab D variantı. Çoxluqlara aid maraqlı bir sualdır burada. Birləşmədə ABC-nin 3-ünü birləşdirəndə 29 element çıxır. A ilə C-ni birləşdirəndə 23 element çıxır.
Deməli B-nin 9 elementi var. Bax, 9 elementi gətirib bura birləşdirəndə, amma 29 dənə element çıxıb. Bu nə deməkdir? B-nin fərqli olan 6 dənə elementi var. Buradan bura, yəni 6 dənə element gəlib də. 23 üstünə 6 gələndə 29 oradan alınır. B-nin 3 elementi digərləri ilə təkrardır. İndi gəlsək bura. Burada A ilə C-nin birləşməsində 23 dənə element var. Soruşur ki, bu A ilə C-nin birləşməsinin B-dən fərqli neçə elementi var? B-nin içindəki 3 element elə burada da var. Burada göstərdim səbəbini. B-nin içindəki 6 element yalnız B-nin özündədir, amma 3 element burada da var. Həmin o 3 elementi çıxartmaq lazımdır. 23-dən 3-ü çıxırıq, doğru cavab eləyir 20. Lövhəyə 12 ədədi yazılıb. Hər dəqiqə ədəd 2-yə və ya 3-ə vurulur və ya bölünür. Yəni 12-ni 2-yə vurub böləndə aşağıdakılardan hansı alınmır? Məsələn, 12-nin özü alınır. Yəni, mən 12-ni həm 2-yə vuraram, həm bölərəm 2-yə, sonra 12 alınır. 18-i necə ala bilərəm? 12-ni 3-ə vuraram, bölərəm, sonra 2-yə. 3 və 2-nin yəni vurma və bölmədən istifadə edərək bunları almaq olur. 36-nı alaram, yəni 12-ni elə 3-ə vuraram, alınar. 32-ni almaq olmur. Yəni, doğru cavab C variantıdır. Burada ABC tam ədədlərdir. Deməli, C bərabərdə A çıxı B-dir. A və B-nin ən böyük ortaq böləni 6 olduğuna görə. İndi bu şərti qeyd edirəm. A böyükdür, B böyükdür, C böyükdür 0. Deməli, A və B-nin ən böyük ortaq böləni 6-dırsa, tutalım bu 6 məsələn K-dır. Ədədlərdən istifadə eləməyəcəm. Bu da məsələn 6 T-dir məsəl üçün. C o da böyükdür 0. Yəni bunların içində 6 var ki, əbobları 6 çıxıb. İndi C də bərabərdir. A çıxılsın B-dir. Yəni 6K çıxılsın 6T. 6-nı çıxarsam mötərizənin xaricinə qalır burada K çıxılsın T hər hansı. Aşağıdakılarda hansı həmişə cütdür? A üstə gəl B bölünsün 6. Məsələn, A-nın yerində mən nə götürmüşəm? 6K üstə gəl, B-nin yerində 6T bölünsün aşağıda da 6. 6-nı çıxardanda mötərizənin xaricinə qalır burada K üstə gəl T bölünsün 6. 6-lar ixtisar gedəndən sonra qalır K üstə gəl T. Burada K üstə gəl T haqqında hər zaman cütdür demək olmur. Çünki yəni biri tək, biri cüt olsa, toplayanda tək ədəd eləyəcək. Yəni bu haqda dəqiq fikir söyləmək olmur. Həmişə cütdür deyir. Cüt ola da bilər, tək də ola bilər amma, yəni A variantı deyil. B ilə C burada da eyni qayda ilə, yəni B ilə C-ni də toplayıb 6-ya böləndə burada da demək olmur dəqiq. A çıxılsın C, A-dan C-ni çıxsaq, deməli A 6K-dır. Üstə gəl. C-ni çıxsam burada, çıxılsın. C-ni çıxıram. Çıxılsın 6K. Sonra çıxanda burada mənflə mənf toqquşur. Olur üstə gəl 6T bölünsün aşağıda da 6. Burada 6K'lar gedir. 6'lar da buradan ixtisar gedir. Qalır T. T ədədi haqqında burada fikir bildirmək olmur. Yəni 6-nın bu tək misli də ola bilər, cüt misli də ola bilər. Hər zaman dediyinə görə bunlar doğru deyil. D variantında A üstə gəl, B üstə gəl, C bölünsün 6. Yəni A-nın yerində məsələn 6K, B-nin yerində 6T götürmüşəm. C-nin də yerində 6K çıxılsın 6T. Gətirib əvəzləmədə yerinə qoyacağım. Aşağıda da 6. Burada nələr islah olur? 6T ilə 6T gedir. Qalır burada 12K bölünsün 6. 12-ni 6-ya böləndə fikir verin 2K. Hə, 2 vuruğu varsa artıq bu cüt olacaq da. Doğru cavab yəni D variantıdır. Hər zaman dediyinə görə 2K bəli hər zaman cütdür. Bunu dəqiq fikir olaraq demək olar. Amma ABC variantlarında fikir verin, əmsalı 1 qalırdı da işləyəndə bunu. Yəni onu hər zaman cütdür demək olmur. 13-cü sualda müəyyən miqdarda pul 10 nəfər arasında bölüşdürülür. Birinci nəfər bütün pulun 9/1-ni götürür. Qalan pul
Burada birinci nəfər pulun 9-da 1-ni götürürsə, mən elə bir məbləğ götürürəm ki, deməli, o pul 9-a bölünsün də, yəni rəqəm 9-a bölünsün. Götürürəm, tutalım ümumi məbləğ 900 manatdır. Bunu 10 nəfərin arasında böləcəyik. 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7, 8, 9, 10-cu. Birinci nəfər 9-da 1-ni götürür. 900 manatın 9'da birini verdilər birinciyə, oldu burada 100 manat. Yəni birinci gəlir 100 manat götürür. Düzdür, qaldı burada 900 manat pulun 100 manatını götürdüksə, qaldı burada 800 manat. Qalan pul 9 nəfər arasında bərabər bölünür. Məsələn, burada ikinci də, üçüncü də, dördüncü də, beşinci də hamısı 800 manatı geriyə neçə nəfər qalıb? Bir nəfər aldı da həmin məbləği, geriyə 9 nəfər qaldı. 800 manatı 9 nəfərin arasında bölürük. Deyir ki, birinci nəfərin götürdüyü pul digərlərinin hər birinə verilən puldan neçə faiz çoxdur? Faizini hesablayacağım da birincinin götürdüyü pulu bölürəm. Digərlərinin götürdüyü, bunların götürdüyü pul düzgün olmayan kəsr şəklində saxlayıram. Bölürəm digərlərinin, yəni digər 9 nəfərin hərəsinin götürdüyü pula. Faizə çevirəndə vururam bunu 100-ə. Burada 100-ün sıfırları ilə 800-ün sıfırlarını aparıram. Məxrəcdə 9 olanda bilirik ki, o qalxır 100-ə vurulur. Olur 900, aşağıda bölünsün 8. 900-ü 8-ə böləndə mən bunu belə hesablayacağım. 9 vur 100 yazıram, bölünsün 8. 100-ü 8-ə bölürəm, 12,5 eləyir. 9-u vururam 12,5-ə. 45, 4 yadda, 18, 4, 22, 2 yadda, 9, o da 2, 11. 112,5 faizidir. Nə qədər çoxdur deyir? 100-ü çıxartmalıyıq da oradan. 112,5-dən 100-ü çıxartmalıyıq. Eləyir 12,5 faiz çoxdur. Növbəti 14-cü sual. Burada ortaq məxrəc tapıram. Ortaq məxrəc bunlar üçün nədir? 2B. Burada olur 2B üstə gəl A çıxılsın B. Bölməni vur tərsi yazıb 2A-nı qaldıracağım yuxarı. Aşağıda olacaq 2A çıxılsın A üstə gəl B. Çünki mənfi ilə mənfi toqquşur. Fikir versəz. Bərabərdir 0,5-i də 2-də 1 yazıram. Sadəcə kəsri sadələşdirirəm. Bu 2 ilə bu 2-ni ixtisar eləyirəm. 2B-dən B-ni çıxanda qalır B üstə gəl A. Aşağıda da bir dənə B qalıb. Bərabərdir. A-nı yazıram. Burada 2A-dan A-nı çıxanda qalır A üstə gəl B. Aralarında vurma deyir uşaqlar. Burada vurmadır. Bərabərdir 2-də 1. A üstə gəl B ilə A üstə gəl B gedir. Qaldı belə. A bölünsün B bərabərdir 2-də 1. Yanlarına K ata bilərəm. Və ya çarpaz da vurub aça bilərəm. Çarpaz vurub açsaq B bərabərdir 2A alınır. Gətirib burada B-lərin yerinə 2A yazmaq lazımdır. Olur A üstə gəl 2A, 3A bölünsün mənfi A. A-lar gedir, cavab qalır mənfi 3. A və B natural ədədlərdir. A-nın ala biləcəyi qiymətlərin cəmi. Burada fikir versəz, yazıram 5A üstə gəlinsin 6B bərabərdir 156. Deməli, yazıram 5A bərabərdir 156 çıxılsın 6B. B-yə hansı qiymətlər verəndə həmin ədəd 5-ə bölünəcək. Məsələn, B-yə 1 versəm, deməli, 156 çıxılsın 6 alınır. B-yə mən 1 versəm, A nə alınır? 156 çıxılsın 6. Deməli, 150-ni 5-ə də bölürsən, eləyir 30. Bu birinci mümkün hal. Sonra B-yə neçə verim? Elə bir ədəd verməliyəm ki, sonra həmin ədəd 5-ə bölünsün. Yəni 2 verə bilməyəcəm. 2 versəz bölünməyəcək. 3, 4, 5 də versək 6 verəcəm. Yəni sonu 6 ilə bitməlidir də bir sözlə. B-yə 6 verəndə 6 vur 6, 36. 156-dan 36-nı çıxanda deməli eləyir 120. 120-ni 5-ə böləndə A eləyir 24. Sonra bu ikinci hal. Sonra B-yə deməli neçə verəcəyik?
11 verəcəm. 2 verim 1, 6, 5, 5 gedir qabağa. Deməli, A bərabərdir. 11-i 6-ya vursan 66, 156-dan 66-nı çıxanda eləyir 90, 90-ı 5-ə böləndə eləyir 18. Bu üçüncü hal. 11-dən sonra B-yə 5, 5 gedir qabağı. 16 verə bilərəm. 16-nı 6-ya vuranda 96. 156-dan 96-sını çıxanda 60 eləyir. 60-ı 5-ə böləndə 12. Deməli, sonra yoxlayaq görək B-yə 21 vermək olur. 21 verəndə 126 eləyir. 156-dan 126-nı çıxanda 30, 5-ə böləndə 6. Sonra 27 versək 5 gələndə üstünə. 27 yox, 26 versək 26-nı 6-ya vuranda neçə eləyir? 36, 3 yadda. 12 o düz 156 eləyir. 156-dan 156 çıxacam 0 eləyəcək. Bu da natural şərti var deyə bunu götürə bilmirik. Bir dəqiqə 1 verdik. Sonra 6 verdik. 6 verəndə hesabladıq. 11 verdik. 11 verəndə 18 alındı. İndi deyir ki, A-nın ala biləcəyi qiymətlər. Burada A nələri oldu? 30, 24. Elədi 54. Burada elədi 30, 84. O da 6, 90. Sonra 1 ilə 100-ün arasında olduqda natural bölənlərin sayı 3 olan neçə n natural ədədi var? Natural bölən sayı necə 3 alına bilər? Məsəl üçün, elə bir sadə vuruq şəklində göstərir. Məsələn, 2-nin üstü 2 yazanda, burada natural bölən sayı necə hesablanır? Üstündəkilərin üstünə 1 gəlirdikdə düzdür. 3 dənə alınır. Başqa 2 dənə fərqli sadə ədəd götürsəz belə, burada 1, üstlərinə 1 yazsaz belə natural bölən sayı 2 vur 2, 4 çıxır. Yəni 2 və ya 3 və ya 4 ədəd ümumiyyətlə götürmək olmur. Burada elə hər hansı ədədin, yəni sadə ədədlərin kvadratı şəklində yazmaq olur. N-in yerində nə ola bilər? 2-nin kvadratı ola bilər 4, 3-ün kvadratı ola bilər 9, 4 olmaz. Çünki 4-ün kvadratı yazsam, mən bunu təzədən 4-ün yerinə 2-nin üstü 2 yazmalıyam. Üstündə 2. Bu da eləyəcək 2-nin üstü 4. Bunun natural bölən sayı 5 dənə çıxacaq. 4-ün üstünə 1 gələcəm, 5 dənə çıxacaq. Yəni şərti ödəmir. Sadə ədədlərin kvadratı da bir sözlə. 3-ün kvadratı, 5-in kvadratı 25 var. 6-nın yox, 7-nin kvadratı 49 var. 8-in yox, 9-un da yox. Bunlardır da elə. Yəni 4 dənə ədəd var. Hər hansı bir ədədin, hər hansı biri digərinin 4 misli olmayan 60-dan kiçik natural ədədlərdən ibarət bir çoxluqda elementlərin sayı ən çox neçə ola bilər? Bu biraz çaşdırıcı sualdır. Hər hansı biri digərinin 4 misli olmasın. Yəni 60-dan kiçik ədədlər 1-dən 59-a qədər gələcəyik. Yazdığımız ədədlər içərisində elə bir ki, hər hansı biri digərinin 4 misli olmamalıdır. Bunu sayıb da tapa bilərik. Sonda qısa sonda deyərəm. Deməli, ədədləri yazıram. 1, 2, sonra 3, 4 yazmıram. Çünki 1-in 4 misli 4 eləyir. Burada da deyir ki, 4 misli olmasın. Hər hansı bir ədədin 4 misli çıxmasın orada. 5 yazıram. 6, 7, 8 yazmıram. Çünki 2-nin 4 mislidir. 8. 9, sonra 10 yazıram. 11, 12 yazmıram. Bax, 3-ün 4 misli 12 eləyir. Hər hansı bir ədədi 4-ə vuranda alınan digər ədədi yazmaq olmaz. 11, 12 yazmadım. 13, 14, 15, 16 yazıram. Çünki burada 4 yoxdur. 4-ün 4 misli 16-dır. Mən onsuz da 4 buraya yazmamışam da. 17, 18, 19, 20 yazmıram. Bax, 5-i 4-ə vuranda 20 eləyəcək. Sonra 21, 22. Burada siz nəyə fikir verməlisiniz? 4-ə bölünən ədədlərdə biraz diqqətli olmalısınız da. Məsələn, 19, 20, 21, 22, 23. Bunlar yəni rahat yazılır. Sonra 24-ü yaza bilmirəm. Çünki 6-nı 4-ə vuranda 24 eləyir. 25 yazacağım. 26, 27 yazacağım. 28 yazmıram. 7-ni 4-ə vuranda 28 eləyir.
29 yazacağım. 30 yazacağım. Heç bir ədədin 4 misli deyil. 31 yazacağım. 32'ni yazım. Bir dəqiqə baxaq. 32 burada 8'in 4 mislidir. Mən onsuz da 8 yazmamışam da. Bura fikir verin. Ona görə 32'ni yazıram. 4 misli deyilsə buradakı ədədlərin heç birindən onda yazmaq olar. 33'ü yazıram. 34'ü, 35'i də yazdım. 36'nı yazmıram. 9'un 4 mislidir. 37'ni, 38'i, deməli 39'u yazdım. 40'ı yazmıram. Onun 4 mislidir. Olmaz. 41'i yazıram. 42'ni də yazıram. 43, 44'ü yazmıram. Çünki 11'in 4 mislidir. 45'i yazdım. 46'nı yazıram. 47'ni yazıram. 48'i yazıram. Çünki 12'nin 4 mislidir. 12'ni 4'ə vuranda 48 eləyir. Mən də 12'ni yazmamışam onsuz da. Ona görə 48'i rahat yaza bilərik. Sonra 49'u da yazıram. 50'ni də yazıram. 51'i də yazıram. İndi 52 13'ün 4 mislidir. Mən 13 yazmışam deyə 52'ni yaza bilmərəm. 52'ni yazmadım. 53, 54'ü də yazıram rahat. 55'i də, 56 14'ün 4 mislidir. 14 4'ə vuranda 56 eləyir, yazmıram. 57 var, 58 var, bir də 59 var. Çünki 60'dan kiçikdir. Burada mən neçədən ədəddən istifadə elədim. Saysız 48 dənə ədəd olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 dənə ədəd var. Yəqin ki, başa düşdünüz. Aha, bunun sonra necə? Yəni 60'a qədər 4'ə bölünən ədədlərin sayını tapıb 59'a qədər, belə deyək də, 60'ın özünü götürməyin. 4'ə bölünən ədədlərin sayını tapıb çıxardırıq. Amma orada sonra yəni yazılan ədədlərdən məsəl üçün 4'ə bölünən 16 var. 16 bura daxildir, fikir versəz. Sonra 4'ə bölünən nələr istifadə eləmişəm burada? 32 var. 4'ə bölünən 48 var. Bu ədədlər yəni çoxluğun içinə daxildir. Çünki mən onların 4 mislini yaradan ədədləri burada onsuz da qeyd eləməmişəm. Ona görə açıq şəkildə yazsaz daha tam başa düşəcəksiniz. 18-ci sualın həlli ilə davam edirik. Deməli, burada tərəf-tərəfə bayaqki kimi sistem şəkildə bunları toplayacağım. Neçə dənə m var? Baxırıq ki, 2 dənə m var burada. 2 dənə n var. Üstə gəl, deməli 2 dənə p var. K amma 3 dənədir, fikir versəz 3 dənə k var. Bərabərdir. P üstə gəl, m üstə gəl, n-i yazıram olduğu kimi. Sağ tərəfdə topladım. Burada m, n, p-nin cəmi lazımdır mənə və ya m, n, k. Baxın, birinci, ikinci, bir də deməli m, n, p varsa elə ondan istifadə eləyək. Yox da elə m, n, k-dan istifadə eləyəcəm. Amma bir dəyişiklik eləyəcəm. Yazıram 2m, 2 dənə n, 2 dənə k götürəcəm. K-nın birini sonra yazacağım. Yəni yazıram 2p-ni yazıram buradan. Üstə gəl, k-nın birində yazıram. Bərabərdir. P üstə gəl, m üstə gəl, n olduğu kimi yazdım. Burada 2-ni çıxarsam mötərizənin xaricinə 2 vurulsun. M üstə gəl, n üstə gəl, k birincidir də, yəni p olur. Üstə gəl 2p, üstə gəl k da var. Bərabərdir. P üstə gəl, m üstə gəl, n-i yazdım. 2p, 2p eləyir 4p. 4p'dən bu p'ni çıxanda olur 3p üstə gəl k bərabərdir m üstə gəl n alınır. Bu p'ni çıxartmışam artıq. 3p üstə gəl k bərabərdir m üstə gəl n-ə. M üstə gəl n-in yerinə gətirib burada m üstə gəl n-in yerinə 3p üstə gəl k qoyuram. Bərabərdir. Bir dənə də dalıca üstə gəl k-sı da var. Üstə gəl bir dənə də k bərabərdir p yazıram. Buradan belə alınır ki 2 dənə k-ları topladım. Bərabərdir. Mənfi 2p olur. 1-dən 3'ü çıxdım. Buradan k bərabərdir. Mənfi p-yə.
Bizdən istəyir bu cəmi. M üstə gəl, P cəmini istəyir. Mən fikir versəz, burada nə yazacağım? M üstə gəl, N-in yerinə bunu yazacağım. Elə yazıram 3P üstə gəl K, M üstə gəl N-in yerinə. Bir dənə də alıcı P də var. Üstə gəl, P-sini də yazıram. Bərabərdir. Deməli, 3P K-nın yerinə mənfi P-ni buradan qoyuram. Çıxılsın P, sonra üstə gəl P. Bu da verir bizə, P'lər gedir, qalır burada elə 3P. İndi bu cəmi mən P ilə ifadə elədim də, 3P düzdür. P-ni də yenidən P bərabərdir, mənfi K vəzləməsi eləyə bilərik də. Mənfini digər tərəfə ata bilərəm. Yəni P-ni götürüb mənfi K qoysaq, olur mənfi 3K. Səma stoldakı konfetlərin deməli, əvvəlcə 3/1-ini, stoldakı konfetləri x-la işarələsək bu sualda. Əvvəlcə 3/1-ini götürür, yəni 3/1 x, sonra 4 dənə də əlavə götürür. Sonra qardaşı qalan konfetlərin, qalan sözü varsa, yəni əvvəlcədən neçə götürmüşdür, x idi də düzdür. X-dan bu deməli, Səmanın götürdüyünü çıxmaq lazımdır. X-dan çıxıram. 3/1 x çıxılsın 4 olur artıq burada. Oldu belə 3/2 x çıxılsın 4. Qalan budur. Qardaşı da gəlir bu qalanın, yəni 3/2 x çıxılsın 4-ün 4/1 hissəsini götürür deyir. Sonra üstünə əlavə 4 dənə də götürür. Bu da bərabərdir. 3/2-ni 4/1-ə vurub açanda 6/1 x çıxılsın 1 üstə gəl 4. Bu da bərabərdir. 6/1 x üstə gəl 3. Bu onun qardaşının götürdüyü konfetlərin sayıdır. İndi yəni burada qabda 17 konfet qaldı. Yenə qaldı deyir. Əvvəl yəni Səma götürəndən sonra bu qədər qalmışdı da. Bundan 3/2 x çıxılsın 4-dən çıxaq. İndi qardaşının götürdüyünü 6/1 x çıx 3 olur burada. Mənfilər müsbətlə mənfi toqquşanda mənfi yaranır. Bərabərdə 17 dənə qalıb deyir qabda. 6-da 4-dən 6/1-i çıxanda eləyir 6/3 x bərabərdir. 17 üstünə 7 gəldikdə 24. 2/1 x bərabər 24 deməkdir. X bərabər 48. Əvvəldən 48 dənə idi. Rəqəmlərin cəmini tap. 48-in rəqəmlərin cəmi eləyir 12. Əbobu A üstə gəl 4-dürsə, biz bilirik ki, əbob burada kiçik ədəd olanda əbobda özü çıxır. Yəni A üstə gəl 4 28-in bölündüyü ədədlərdir. Ya 1-dir, ya 2-dir, ya 4-dür, ya 7-dir, ya 14-dür, ya da 28. 28 yazmayayım burada. Çünki A üstə gəl 4 elə 28 əslində bərabər ola bilər. Yekunda yoxlayarıq onu. 1 olsa A olacaq. 1-dən 4 çıxıram mənfi 3. 2-dən 4 çıxıram mənfi 2. 4-dən 4 çıxıram 0. 7-dən 4 çıxıram 3. 14-dən 4 çıxıram 10. 28-dən 4 çıxıram 24. A-nın natural qiymətlərinin cəmi. Natural istədiyinə görə bunları atırıq. 3, 10. 13, bu da 24. Eləyir 37. Burada A üstə gəl 4, yəni özü 28 olsa, bəli, 28 ilə 28-in əbobu elə 28 çıxır. A-nın özü elə, yəni burada 24 götürmək olar. Doğru cavab, yəni 37-dir. 21-ci sualda ifadədə hər bir kəsir məxrəcindəki vurğu bir vahidə artırsaq, ifadənin qiyməti neçə dəfə azalar? Əvvəl bunun qiymətini hesablayaq. Birincidən, deməli, axırıncını çıxırdıq biz. 1/1 elə 1-dir, çıxılsın 8/1. Vururduq arada nə qədər? 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə, 1-1 getdiyinə görə daha heç nə yazmıram. 1-dən 8/1-i çıxırıq, eləyir 8/7. İndi hər bir vurğu bir vahid artıranda ifadə necə olur? 1 bölünsün 2 vur 3 olur. Yəni bunların üstünə 1 gəlirəm. Üstə gəl 1 bölünsün, bura olur 3 vur 4. Üstə gəl 1 bölünsün, deməli 4 vur 5 və s. belə davam eləyir. Axırda olur 8 vur 9. Bir vahid çoxalır. Deməli, yenə birincidən axırıncını çıxırıq. Oldu belə 2/1 çıxılsın 9/1. Aradakı 2-dən 3-ə, 3-dən 4-ə, 1-1 getdiyinə görə heç nəyə vurmuram. 18-də 7 eləyəcək. Deyir ki,
A ifadəsinin qiyməti neçə dəfə azalar? Tutalım ki, məsələn 10 idi, ədəd oldu 5. Ondan 5-ə gələn neçə dəfə azalır? Onu 5-ə bölürsüz, 2 deyirsiniz də, düzdür. Burada da elə bir 8-də 7 idi, oldu 18-də 7. Bölürəm, böləndə də tərsinə vururuq. 7-lər ixtisar gedir, 18-i 8-ə bölmək 9-u 4-ə bölməkdir. 9-u da 4-ə böləndə 2,25. Bu maraqlı sualdır. En üstü 5'i belə açacağım. En üstü 2 vur en üstü 2 vur en yazıram. İndi hər en üstü 2'nin yerinə en üstə gəl 1 qoyuram. Bir dənə də var en üstə gəl 1 qoyuram. Bu da vurulsun en. İndi en üstə gəl 1 vur en üstə gəl 1. Nə alınır? En üstə gəl 1'in kvadratı eləyir də, düzdür. Öz-özünə vuranda vur enlə işimiz yoxdur. Bunu açıram, müxtəsər vurma düsturu. En kvadrat üstə gəl 2n üstə gəl 1 vurulsun n. Burada yenə n kvadrat var. N kvadratın yerinə yenə bu n kvadratın yerinə n üstə gəl 1 qoyuram. Üstə gəl 2n üstə gəl 1'ə dəymirəm. Vurulsun n. Bu da bərabərdir. Bunları toplayanda eləyir 3n üstə gəl 2 vurulsun n. Bunu da vurub açanda eləyir 3n'in kvadratı üstə gəl 2n. Yenə n'in kvadratının yerinə, fikir verin, n kvadratının yerinə nə verir? Başda mən onu qoyuram. 3 vurulsun, 3 vurulsun. N'in kvadratının yerinə n üstə gəl 1. Sonra üstə gəl 2n'ə dəymirəm. Bunu da vurub açanda 3n. Deməli, üstə gəl 2n. Üstə gəl 3 var da, düzdür. Mötərizəni vurub açanda olur 5n üstə gəl 3. Növbəti bir malın qiymətinə endirim edildikdən sonra deməli endirim edildikdən sonra bir gündə satılan malın miqdarı 60% çoxaldı. Bu miqdarın 60% çoxalması nə deməkdir? Məsələn, əvvəl bir dənə mal satırdınsa, indi 60% çoxalandan sonra 1,6 dənə olub da. Yəni indi belə deyək də, satılan malın miqdarı 60% çoxalanda olur 1,6 dənə. Faiz 100 ilə ölçüldüyünə görə, yəni fərz edirəm ki, burada malın qiyməti 100 idi. 100'ə nə qədərsə endirim edilir, onu bilmirik. Endirimdən sonra miqdar 60% çoxalanda, yəni əvvəl 1 dənə alınırdı, indi 1,6 dənə alınır. Bərabərdir, ümumi gəlir 28% çoxalır. Yəni əvvəl məsələn 100 manat gəlir var idi, indi 128 manatdır gəlir. Və sonra bu tənliyi həll eləyəcəm. 100 çıxılsın x bərabərdir. 128'i 1,6'ya bölmək, 1280'i 16'ya bölməkdir. Bu 80 eləyir. Bir dəqiqə, bəli, x də bərabərdir 20. Elə bizdən onu soruşur. Endirim nə qədərdir? İfadənin ən kiçik qiyməti. Bu b'nin üstü 4 bərabərdir 72 vurulsun. A-nı yazıram. Bərabərdir 72 2'nin kubu vurulsun 3'ün kvadratı deməkdir. 8 vur 9. Yəni mən bunu vurulsun A var da, mən bunu necə 4-cü dərəcəyə gətirə bilərəm? 2'nin üstü 3'dür. 2'nin üstü 4 olmalıdır da burada. Bir dənə 2 olmalıdır. Bu A'nın yerində elə ki bir dənə 2. Bir də 3'ün üstü 2'dir. 3'ün üstü bir dənə də 2 olmalıdır ki 4 yaransın. Yəni A bərabərdir 2 vur 9, 18. Onda B üstü 4 belə olur da. Baxın, A-nın yerinə bu ədədi qoyanda olur 2'nin üstü 4 vur, 3'ün üstü 4. Üstünü 4'ə tamamlayandan sonra olur 6'nın üstü 4. Yəni B bərabər olur 6'ya. Bizdən ən kiçik qiymətini istəyir, elə 24. 25-ci sualda burada dəqiqə bu suallardan görüm qalmadı arada. Aha, hamısını işlədik. Burada nə edirik? Bu sənədən silək. Əvvəlcə bu birinci el fiquru verilib. Elə onun özünün perimetrini tapmaq lazımdır. Onun perimetrini tapmaq üçün tərəflərini qeyd edirəm. Bura hündürlüyü 3'dür. Buradan bura çan 1'dirsə, burasına 2 qalır. Bura 1'dir. Bütöv aşağı 2'dirsə, burada 1 qalır. Birinci elin, yəni el 1'in perimetri elə 3, 1, 4, 2, 6, 7, 8, bu da eləyir 10. Birincinin perimetri 10'dur elə. Bir
dəqiqə hesablayın. Bir də 4, 6, 7, 8, o da 2, 10. Bəli. Bizə deyir ki, L10'un perimetri bərabərdir deyir 46'ya. Sonra L25'in perimetri şərtdə verib bunları bərabərdir 106'ya. Deməli, L50'nin perimetrini istəyir. 50'cinin perimetri nə qədərdir? Bunların arasında indi bir qanun uyğunluq var. Deməli, L1 10'dur. L10'u bu əslində bir balaca silsiləyə gedir. Silsilə 9-cu sinif dərsliyindədir. Yəni L10 bərabərdir L1 üstə gəl 9 dənə D. Yəni arada nə qədər fərq var? D ilə işarə eləyirəm. L10 neçədir? 46 bərabərdir. Burada 1 ilə 9'un cəmi onu verməlidir. L1'in yerinə 10 qoydum. Üstə gəl 9 dənə D. Buradan 9 dənə D bərabərdir. Deməli 36 eləyir. D bərabərdir 4'dür. D'miz oldu 4. İndi bunu eyni qayda ilə bir dənə L25 üçün tətbiq eləyək, baxaq. L25 nə deməkdir? Bax, L1 yazsam, neçə dənə D? 24 dənə D var da arada, düzdür. L25'imiz 106'dır. 106 bərabərdir L1 10 üstə gəl 24 dənə D. 24'ü 4'ə vursan 96. Bəli, doğrudur, fikir verin. 96 üstünə 10 gələndə 106 eləyir. Mən də bunu gedirəm, indi L50'yə tətbiq eləyirəm də. L50'nin açılışında da L1 yazsam, neçə dənə D eləyir? 49 dənə D eləyir də, fikir versəz, 1 ilə 49'un cəmi 50. L1'im neçədir? 10, üstə gəl 49 vurulsun, D'nin qiyməti 4'dür. Bunu da toplasaq uşaqlar doğru cavab eləyir C variantı.